Deyir dünya dağılır, tellidə tütək çalır. Vallahi bu məsələ bu xanıma aiddir. Çünki nəyə görə bilmirəm, bu rahatçılıq xanıma hardan idi, nətər idi, bilmədim. Amma bir onu bildim ki, saat 11-də yazılmışdı, gəldi çıxdı saat 6-da. Xanım da bir içəri rahatçılıqla girib, belə bir ki, rovnu vaxtında gəlib. Ax, elə bir içəri girişi var idi. Bir əlində yelpələng, bir əlində bazar sumkası. Ofşin belə dimdik durub ki, Nərman, mən yazılmışam, mən gəlmişəm. Ay bacı, xoş gəlmişsən. Bu saatlara kimi sən hardaydın? Mən elə bildim ki, sən gəlməyəsən. 11-dən 6-ya kimi neçə saat eləyir? Siz nə dərman içirsiniz, ay bacı? Bu rahatçılıq sizə hardandır, qurban olum? De biz deçək də, biz də belə rahat olaq. Vallahi billahi biz belə rahat ola bilmirik. Demək təsəvvür edək, bu boyda gecikmə olar. Hələ onunla da belə gəlib durub başım üstündəki sabah toya getməliyəm, Nərman, büyüm mənim, saçım sroçun düzəlməlidir və gəlib cəmaatın vaxtına girirsiniz, ay bacı. Öz vaxtınıza gəlin.